Salam, hər vaxtınız xeyir olsun. Biz bu 7-ci sinif coğrafya kitabından bölmə 1.2 ki, ərazi mövqeyini cislə necə təyin edə bilərik mövzusunu izahına baxacağıq. Biz əvvəlki mövzulardan artıq cisim faydaları haqqında məlumat almışdıq. Dedik, biz cis vasitəsilə iqlim haqqında, relyef haqqında, torpaq haqqında, daha sonra demişdik, hava şəraitində haqqında məlumat ala bilərik. Bugün isə biz cislə coğrafi mövqeyi necə təyin edə bilərik mövzusunu izahına baxacağıq. Gəlin vaxt itirmədən mövzu izahına baxaq. Deyir ki, coğrafi informasiya sistemləri məkana aid məlumatların toplanması, təhlil və vizuallaşdırılması üçün istifadə olunan müasir sistemdir. Gəlin bu tərifi açaq. Dedik ki, nədir coğrafi informasiya sistemləri? Məlumat haqqında məlumatları toplayır, sonra təhlil edir, sonra vizuallaşdırır. Daha sonra, yəni müasir bir sistemdir. Daha sonra bəs cisin tətbiqi üçün bizə nə lazımdır? Yəni bizi cisi işlətməyimiz üçün bizə lazım olan 5 elementə baxaq. Birinci bizdə kompüter avadanlığıdır. Yəni kompüter olmasa biz cis proqramını işlədə bilmərik. Proqramı işlətmək üçün lazım olan cihazlar bura kompüterlər, serverlər, GPS-lər, planşetlər və s. daxildir. Yəni bu proqramlar lazımdır ki, bu avadanlıqlar lazımdır ki, biz cisi istifadə edə bilərik. Daha sonra cis proqramları, yəni kompüterimiz var. İndi biz artıq kompüterdən nə olmalıdır ki, biz cisdən istifadə edək? Təbii ki, cis proqramı olmalıdır. Biz misal üçün cis proqramlarından misal çəkə bilərik. Cisi, sonra daha sonra ArcGIS-i, sonra PostGIS-i, sonra Google Earth Pro-nu biz bura misal çəkə bilərik. Daha sonra biz artıq proqramları da yükləmişik. Biz bu barədə, yəni proqramı işlətmək üçün biz nə olmalı? Mütəxəssis olmalıyıq təbii ki. Ya mütəxəssis olmalıyıq, və yaxud da mütəxəssisə yardım olmalıyıq. Burada da qeyd olunur ki, mütəxəssislər vasitəsilə cis vasitələri ilə məlumatlar təhlil edən kartoqraflar, cis analitiklər daxildir. Yəni kartoqraf və analitiklər cisi təhlil eləyir, onun haqqında məlumatları toplayır. Yəni cis proqramını bilən insanlar deyilir mütəxəssislər. Daha sonra coğrafi datalar. Coğrafi datalar, yəni data sözün incisindən məlumat deməkdir. Gəlin baxaq tərifə. Buraya həm məkana aid baza məlumatları, xəritələr, peyk şəkilləri, aerofoto şəkillər, həm də məqsəddən asılı olan əraziyə aid toplanan xüsusi məlumatlar, əhali, temperatur, torpaq və s. məlumatlar daxildir. Yəni dedik ki, bizə lazım olan məlumatlardır. Məsələn, xəritələrdən istifadə edə bilərik, biz onlayn xəritələr daşıyarkən, peyk şəkillərindən istifadə edə bilərik, aerofoto şəkillərindən istifadə edə bilərik. Yəni məqsədimizdən asılı olaraq, məsələn, əhalinin sayının xəritəsini, sonra temperatur xəritəsini, torpaq xəritəsini hazırlamaq mümkündür. Daha sonra metodlar, yəni metodumuz olmalıdır ki, biz cisi istifadə edək, yəni kör-körəni istifadə edə bilmərik cisi. Gəlin baxaq görək nədir. Cis məkanın analizini fərqli metod və üsullarla yerinə yetirir. Məsələn, uzaqdan zonlama, modelləşdirmə, sintaktik təhlil. Bəs necə tətbiq edə bilərik? Cis xəritəsinin təbii ehtiyatlardan səmərəli istifadəsində, nəqliyyatın idarə olunmasında, şəhər planlaşdırmasında, ətraf mühitin qorunmasında, turizm mərkəzlərində, sənaye və kənd təsərrüfatı ərazilərində tərtib etmək mümkündür. Biz cis haqqında mətn haqqında məlumat aldıq. Gəl mətni təhlil edək. Dedik, cisin 5 əsas elementi var. Baxın, 5 əsas elementi var. Bunlar hansılar? Kompüter avadanlıqlardır. Kompüter avadanlıqları dedik ki, bura kompüterlər, serverlər, GPS-lər, planşetlər daxildir. Cis proqramlar lazımdır ki, biz cisi işlədə bilək. Bura dedik ki, biz Mapbox-u deyə bilərik, sonra Google Earth Pro-nu deyə bilərik, ArcGIS-i deyə bilərik, sonra ArcGIS Pro-nu deyə bilərik, sonra Quantum cisi deyə bilərik, yəni QGIS-i deyə bilərik, sonra PostGIS-i deyə bilərik. Yəni bu kimi proqramlar bizi cisdə işləməyimizə kömək edir. Daha sonra biz proqramlarda işləmək üçün mütəxəssis olmalı və yaxud da mütəxəssislərdən məlumat almalıyıq. Mütəxəssislər də deyir ki, kartoqraflar və cis analitiklərinə daxildir. Coğrafi datalar, yəni biz artıq kompüterimiz var, cis proqramlarını yükləmişik, kompüter mütəxəssisi bizə xəritə yaratmaq üçün nə lazımdır? Dedik ki, coğrafi datalar lazımdır, yəni məlumatlar lazımdır. Məkana aid xəritələr, peyk şəkilləri, aerofoto şəkillər, həm də məqsəddən asılı olaraq bəlkə biz qəsəbənin və yaxud da ölkənin əhalisinin sayını, temperaturunu, torpaq xəritəsini hazırlamaq istəyirik.
Ona görə də bizə buna dair məlumatlar lazımdır. Daha sonra metodlar lazımdır. Yəni bizim metodumuz olmalıdır ki, biz xəritəni necə tərtib edəcəyik, hansı üsulla tərtib edəcəyik. Bu zamanda biz metodlardan istifadə edirik. Metodlarımızda baxın bunlarda zondlama var, modelləşdirmə var, statik təhlil var. Bəs ikisini də harda tətbiq edə bilərik? Biz dedik ki, nəqliyyatın idarə olunmasında, şəhər planlaşdırılmasında, ətraf mühitin qorunmasında, turizm mərkəzlərində, sənaye kənd təsərrüfatı ərazilərini tərtib etmək mümkündür. Mətn oxuduqca sualları cavablandıraq. Mən də buranı təmizləyim, mətnə başlayaq. Baxın, birinci fəaliyyət sualında deyir ki, yəni birinci sualda A və B şəkillərinin əsasında sualları cavablandırır. Baxın, bu A şəklimiz. Bu A şəklimiz, baxın, bu da B şəklimiz. Burada cisim elementləri verilib, burada isə coğrafiya dataları və cisim layları verilib. Gəlin baxaq, A-da verilib ki, yəni A çalışmasında verilib ki, A-da verilən cisim proqramları ilə coğrafi datalar arasındakı fərq nədir? Baxın, A-da verilən cisim proqramları, baxın, bunlardır. Datalar isə bax bunlardır. Biz cisim proqramlar dedikdə, yəni bura adından görünür ki, proqramda, datalar isə məlumatdır. Yəni biz proqrama məlumatları daxil edərək xəritələr yarada bilərik. Yəni fərqi budur. Yəni biz məlumatları proqrama daxil edirik. Yəni belə yadda saxlasanız daha yaxşı olar. Fərqi baxın budur. Daha sonra B çalışmasında deyir ki, B-də verilən cisim laylarındakı məlumatlar A təsirindəki hansı mənbələrdən əldə etmək olar? Baxın, B-də verilən cisim layları baxın bunlardır. Yəni burada ümumi görünüş, relyef, binalar, yollar, sərhədlər, ehtiyatlar, sizə məlumatlar verilir. Biz hansı mənbələrdən əldə etmək olar? Təbii ki, datalardan əldə etmək olar. Göründüyü kimi, adından görünür ki, coğrafi datalar. Yəni datalar özdə bir məlumat deməkdir. Daha sonra C-də baxaq, yandakı şəkildə uzaqdan zondlama ilə əraziyə məlumatlar toplanır. Bu üsulla A şəklindəki hansı elementlər istifadə etmək olar? Dedik ki, baxın şəkildə zondlama sözünü görürsünüz, zondlama sözü. Mətndə haradaydı? Baxın burada metodlarda var da, zondlama, modelləşdirmə, statik təhlil. Bu şəkildə nəzərdə tutulur. Yəni bu da haradadır? Metodlarda olacaq da, yəni metoddan istifadə edərək xəritə tərtib edirik. Daha sonra cisim proqramlarının bir neçəsinin adını sadalayın. Biz dərsin başına da demişdik, bir-iki dənə proqram adı sadalamışdı. Bunlara biz ArcGIS Pro, sonra Mapbox-u, həmçinin Quantum GIS-i, yəni 2GIS-i, sonra PostGIS-i, Google Earth Pro-nu biz bura misal çəkə bilərik. Daha sonra ikinci çalışmaya baxaq. Bu ikinci çalışmada üçüncü çalışmaya baxaq. Üçüncü çalışmada cisim xəritələrində mövcud xəritələrdən üstünlüyü nədir? Yəni mövcud xəritələrdə cisim xəritəsi, yəni necə deyirlər, professional bir xəritədir. Orada biz dəqiqliyi ilə məlumatları öyrənə bilirik. Daha sonra ərazi haqqında dəqiq məlumatları öyrənmək mümkündür. Ərazini laylara bölmək olur. Yəni hər bir məlumatın orada özünün xüsusi, hər bir elementin orada xüsusi necə deyilir, mənası var. Lakin adi xəritələrdə isə daha çox məlumat xarakterli təhlil üçündür. Yəni biz orada məsələn xəritələrə bölünür, fiziki xəritələr var, sonra siyasi xəritələr var, müəyyən bir məlumat əldə edə bilirik. Lakin cisim xəritəsi isə daha geniş xəritənin növüdür və biz oradan daha çox məlumat əldə edə bilirik. Daha sonra 4-ə baxın, müasir dövrdə cisim olmasaydı ərazi mövqeyinin necə təhlil həyata keçirilərdi? Təsəvvürün ki, biz müasir dövrdə cisim təhlilləri var idi. Baxın, aerofoto şəkillərlə var idi, peyklərlə var idi. Sonra havadan var idi. Bunlar olmasaydı, yəni cisim olmasaydı, yəni bu cür planlar olmasaydı, biz çox güman ki, marşrut planlamadan istifadə edərdik, sonra qütb planlamadan istifadə edərdik. Daha sonra marşrut planlama nədir? Müəyyən bir marşrut xətti seçilir və deyək ki, siz məhəllədə gəzirsiniz və məhəllədə gördüyünüz obyektləri dəftərinizə çəkirsiniz. Yəni dəftərinizə çəkərək xəritə tərtib edirsiniz. Bu marşrut planlamadır. Bəs qütb planlama nədir? Siz müəyyən bir yerdə dayanırsınız və gözünüz görəcəyi qədər əraziyə xəritəyə tərtib edirsiniz. Həmçinin quş baxışı metodda var ki, siz hündür yerə çıxırsınız, gözünüz görəcəyi qədər yeri xəritəyə əlavə edirsiniz. Bu da necə deyirlər, tam dəqiq məlumatlar əldə etməyə imkan vermir. Daha sonra mətnə davam edək.
Şəhərdə sakinlər üçün vacib obyektlərdən biri də parklardır. Parkın ciz xəritəsinin hazırlanması, məlumatların toplanması, xəritənin yaradılmasına qədər aşağıdakı addımları əhatə edir. Baxaq, addımlar verir. Park haqqında məlumatların toplanması, buraya qlobal mövqeyi təyin etmə sistemi, koordinatları, ayrı fotoşəkillər, parkın sərhədləri, cığırlar, yaşıllar, ərazi və xəritəyə qeyd etmək istədiyimiz digər xüsusiyyətləri də bura aid edə bilərik. Baxın, biz dedik ki, park haqqında məlumatlarımız nə oldu? Parkın sərhədləri, parkın sonra cığırları, sonra yaşıllıqları, əraziyə aid qeyd olunan məlumatları biz bura qeyd dedik. Daha sonra ikinci, kompüterdə CIS proqramlarının istifadə edilməsi. Məşhur CIS proqramlarının yeni adlarını çəkmişdik. Biz ArcGIS-i demişdik, QGIS-i demişdik, MacBook-u demişdik və Google Earth Pro-nun misal çəkmişdik. İstifadə etmək mümkündür. Park arasında topladığımız məlumatları proqramda yaratdığımız CIS xəritəsinə daxil edirik. 3. Məlumatın daxil olduğu layların hazırlanması. Hər bir layın müəyyən məlumat növünə, məsələn, parkın sərhədləri, cığırları və yaşıllarını əhatə eləyir. Baxın, burada laylar verilir. Təsəvvür, bu parkın özüdür, aşağıdakı. Bu parkın yaşıllığıdır. Baxın, bitkilərdə yaşıllıqlardır, bu binalardır, bu yollardır. Hər biri haqqında xüsusi məlumat və xüsusi titizliklə qeyd olunur. Yəni, məlumatların daxil edilməsi və hazırlanması. Bunlar da dedik ki, CIS proqramları vasitəsilə həyata keçirilir. Proqramlarda hər lay üçün müvafiq rəng, xətt və simvollar seçilərək element başlıqlar, legendalar, miqyas və oxu təsvirləri əlavə edə bilərsiniz. Artıq interaktiv CIS xəritəsi hazırdır. CIS xəritəsi parkda aid müxtəlif obyektlərin məlumatlar da əldə edə bilərsiniz. Baxın, parkda məsəl üçün biz əldə edə bilərik ki, parkda biz nə edə bilərik? Əyləncə ərazisi, meşə ərazisi, parkda əylənə bilərik, meşə ərazisində gəzə bilərik, tarixi abidələri görə bilərik, istirahət zonalarında istirahət edə bilərik. Mətn dedik ki, bizdə yəni park haqqında məlumat yığmaq üçün, yəni hərsə bir haqqında xəritə tərtib etmək üçün bizə nə lazımdır? Məlumat toplamalıyıq. Daha sonra kompüterdə CIS proqramını istifadə etməliyik. Bunlar ArcGIS, QGIS, MacBooks, Google Earth Pro-dur və məlumatın daxil olduğu layların hazırlanmasıdır. Yəni biz bura laylara bölürük, yəni hazırlamaq istədiyimiz yerin xəritəsini laylara bölürük. Və axırda da biz interaktiv xəritə və biz hazırladığımız xəritədən nə qoymalıyıq bu sonra? Xəritənin başlığı olmalıdır, legendası olmalıdır. Yəni şərti işarələr haqqında məlumatda yəni olmalıdır. Sonra xəritənin miqyası olmalıdır. Biz ərazini neçə dəfə xəritə üzərində kiçiltmişik. Sonra ərazinin oxu göstərilməlidir. Yəni şimal hissəsini göstərilən ox göstərilməlidir. Yəni bunlar da xəritənin xüsusi elementlərindən biridir. Və bizim xəritəmiz artıq hazırdır. Daha sonra isə biz xəritədə hansı nələr var, onları qeyd edirik. Əyləncə ərazisini, meşə ərazisini, istirahət zonası və tarixi abidələri qeyd edirik. Sualları mətni oxuduq, gəlin sualları cavablandıraq. Baxın, 5-də deyir, C və D təsvirləri əsaslı sualları cavablandırın. Gəlin xəritəni təmizləyim buranı. Baxın, burada, baxın bu C təsviri, bu da D təsviridir. D təsvirinin hazırlanması üçün C-dən necə istifadə edə bilərik? Baxın, A-da deyir ki, D təsvirinin hazırlanmasında C-dən biz necə istifadə edə bilərik? Baxaq. Yəni, baxın, D-dəki məlumatlar C-də öz ardıcılığı ilə verilmişdir və bu laylar üzərində yerləşdirilmişdir. Yəni, burada zonlama işarə, burada məlumatlar toplanır və laylar üzərində hər bir ardıcılıqla göstərilir. Məsəl üçün, burada parkın ümumi ərazisi, yaşıllıqları, binalar və yolları göstərilir. Yəni, burada da görürsünüz, parkın ümumi ərazisi, yaşıllıqları, binaları və yolları da göstərilir. Daha sonra B-yə baxaq, C və D təsvirlərin müqayisə edək, onların ortaq xüsusiyyətlərini müəyyən edin. Gəlin, müəyyən eləyək. Baxın, deyir ki, C və D təsvirlərin müqayisə onların ortaq xüsusiyyətləri müəyyən edin. Baxın, C-də ortaq xüsusiyyətlər odur ki, hər ikisində, yəni necə deyim, xəritənin hazırlanması, parkın xəritəsinin hazırlanması üçün istifadə olunur. Baxın, burada məlumatlar laylar üzərində toplanaraq verilir. Fərqi ondan ibarətdir ki, burada məlumatlar necə deyim, datalar şəklində bizə daxil olur. Burada isə laylar şəklində göstərilir. Yəni, fərqi bunlardan ibarətdir. Burada bizim, məsəl üçün, D şəklində, məsələn, bitkilərin hər birinin öz mənası var, sonra binaların öz mənası var, data yolların öz mənaları var, sonra ümumi xəritənin öz mənası var. Burada isə
toplanan məlumatlar isə ümumi məlumatlardır. Yəni məsəl üçün burada bu ağacı yerləşdirilməsi, həmçinin bu yolun yerləşdirilməsi xüsusi bir əmək tələb edir. Ona görə də biz coğrafi laylarından istifadə edirik. Coğrafi xəritədə hazırlanmasında laylar nə ifadə edir? Laylar yenə deyək ki, baxın, hər birinin özünə aid xüsusiyyəti var. Məsələn, bu ağacların öz xüsusiyyəti var. Sonra binaların öz xüsusiyyəti var. Layların xüsusiyyəti var. Yəni hər bir layın öz rəngi, özünə aid xüsusiyyətləri, özünə aid necə deyirlər, müəyyən obyektləri olur. Və biz baxaq, 5-ci çalışmanı işlədik, 6-cı tapşırığa baxaq. Bizə deyir ki, sağda təsvirlərdən istifadə edək, ciz xəritəsi hazırlanma prosesini şərh edin. Gəlin şərh eləyək. Birinci bizim məqsədimiz olmalıdır. Baxın, birinci bizim məqsədimiz olmalıdır. Sonra məlumatların toplanması. Baxın, məlumatları toplayırıq. Daha sonra ciz proqramlarından istifadə edirik. Sonra layların hazırlanması, proqramdan istifadə, məlumatlar topladı, proqrama daxil edirik, layları hazırladı və ciz xəritəsinin təhlili. Sonra isə onu biz vizuallaşdırıb təqdim edirik. Yəni birinci bizim məqsədimiz olur. Sonra məlumat toplayırıq. Sonra məlumatları proqrama daxil edirik. Proqramda onu laylara böldürük. Laylara böldüyümüzdən sonra da ciz xəritəsini təhlil edib onu vizuallaşdırıb təqdim edirik ən sonda. Yəni bu da bu qədər. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın.